xəstəliyi səbəbindən son 10 ildə evdən çıxmayıb. Bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb. Bakıda 330 kiloqram çəkisi olan və uzun illər evdən çıxa bilməyən 57 yaşlı Söhrab Seyfzadənin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib. On ildir fil ayaqlılıq xəstəliyindən əziyyət çəkən xəstənin bu illər ərzində kilosu 330 kiloya qədər artıb və o 10 ildir ki, evdən çıxa bilmirdi. Ancaq xüsusi əməliyyat nəticəsində xəstə evdən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi gedir və vəziyyəti stabil olaraq qiymətləndirilir. İllərdir evindən çölə çıxmayan Söhrab Seyfzadənin ayaqlarının hər birinin təxminən 50 kiloqram çəkisi var. O, Xəzər Xəbərə müsahibəsində bu illəri ev şəraitində necə keçirməsindən danışıb. Bunu ürək yaşayasan, bunu anlatmaq olmur. Bunu yaşayan bilir. Evin içində belə hərəkət eləmək çox çətindir. 330 kilo ilə. Odur. Bir masa vardı bir tərəfdə. Orada biraz kitab oxuyurdum. Oradan da gedirdim, bir şeyler yazırdım. Oradan da 1 metre 2 metre yattığım yataq idi. Ora getmək belə çox çətin idi. Aradakı 2 metre. Mənim üçün böyük bir ağrı kəsicinin gücü ilə gedirdim. Söhrab Seyfzadə vaxtilə tikintidə rəngsaz işləyib. O 47 yaşında olarkən Türkiyədə limfa vəzindən əməliyyat olunub. Əməliyyatdan sonra isə səhhətində problemlər yaranmağa başlayıb. Bu kilolar getdikcə aldınız, yoxsa necə oldu? Getdikcə. Hərəkətsiz oldum, bir də yağlı yedim. Çox böyük bir xata. Yağlı yeməməm lazımdır. Siz FİN əməkdaşlarının köməkliyinin ilk dəfə 10 ildən sonra çölə çıxmışdınız da. O hansı hiss idi, necə idi təəssüratınız? Bir ümidlə çıxdım ki, mən gedirəm sağalmağa. İndi sağalacam, sağalmayacam, Allah bilir. Son 10 il ərzində ona həyat yoldaşı qulluq edib. Cütlüyün övladı yoxdur. Həyat yoldaşı bildirib ki, Söhrab onun üçün övlad əvəzidir. O, gənc yaşlarında ailəsinin etirazına baxmayaraq Söhrab Seyfzadə ilə evləndiyini deyib. 26 ildə evliyik. Son 10 ildir bu xəstəlik, yəni bu vəziyyətə düşdük, son 10 ildir. Yəni son 10 ildir ki, günə-gün, hər gün ona mən baxıram. İşə gedirəm, işdən gəlirəm evə. Onun qulluğunda hər şeyini özüm eləyirəm, özüm baxıram. Onu gözləyirik. Tezliklə ki, Söhrabım heç nə istəmirəm. Sadəcə qalxsın ayağa, işləməsin, heç nə eləməsin, sadəcə gəzsin. Özü öz ayağı üstündə evdə olsa gəzsin. Başqa heç nə istəmirəm. Müalicə həkim Zakir Quliyevin nəzarəti altında aparılır. O bildirib ki, yaxın zamanda xəstənin ayaqlarında müsbətə doğru dəyişikliklərin olacağı gözlənilir. Xüsusən qasıqda olmuş əməliyyatlardan sonra, qasıq nahiyəsində olmuş əməliyyatlardan sonra, ginekoloji əməliyyatlardan sonra bunun yaranma ehtimalı var. Ümumiyyətlə, evandiyazis fil ayağı çox geniş yayılmış artıq bir xəstəlikdir, limfa ödəm durumu. Sadəcə olaraq bu mərhələyə gətirməmək önəmlidir burada. Çünki daha ilkin mərhələlərdə xəstəyə müdaxilə olunarsa, müalicəsi gedərsə, ciddi şəkildə fayda görə biləcək xəstəlikdir. Həkim bildirib ki, ayaqlarında şişkinlik və ödəm olan şəxslər bu vəziyyətin öz-özünə keçəcəyini düşünərək laqeyd yanaşmasınlar. O, belə hallarda mütləq mütəxəssisə müraciət etməyin vacib olduğunu vurğulayıb. Aytən Fehruz Cabbar Qaryağdıoğlu, Xəzər Xəbər.